Regionda hərbi gərginlik, Bakıdan Tehrana kritik zəngin şifrələri. Deputatdan təklif, Konstitusiyadan çıxarılsın. İran ətrafında görülməmiş vəziyyət, Çin peyki foto yaydı. Hücum başlayır. Bakıdakı ağır qəzanın görüntüləri. Xəzər geri çəkilir, yeni ekosistem yaranır. Deputatdan pensiyalarla bağlı şad xəbər. Əliyev Pezeşkiyana zəngində yaranmış gərginlikdən narahatlığını bildirdi və Azərbaycanın vasitəçilik təklifini təqdim etdi. Bu telefon zəngi İran ətrafında hərbi ssenarinin reallığını əks etdirən məqamlardan biridir və bu vəziyyət Bakını narahat edir. Birincisi, İranda mümkün müharibə regionda Azərbaycana da təsir edə bilər. Bu baxımdan Bakı gərginliyin aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın qarşıdurma tərəfləri arasında vasitəçilik imkanları böyüdü. İkincisi, İranda hərbi qarşıdurmada Azərbaycanın hədəf kimi göstərilməsi cəhdləri var. Bayramov Əraqçıya Azərbaycanın platforma olmayacağını izah etdi. Ardınca prezidentin İranlı həmkarına zəngi Bakıya qarşı kampaniya fonunda əhəmiyyətlidir. Əliyevin zəngini Pezeşkiyana dəstək kimi də oxumaq olar. Amerika Birləşmiş Ştatları ilə qarşıdurmada mümkün ssenarilərdən biri teokratik rejimin arxa fona keçməsi, idarəçilikdə prezident administrasiyasının önə çıxmasıdır. Bu halda İran daxilindəki qrupların mübarizəsi perspektivləri yaranır və belə bir ssenaridə Bakının dəstəyi Azərbaycanlı Pezeşkiyanın mövqeyini gücləndirəcək. Eyni zamanda Amerika Birləşmiş Ştatları başda olmaqla xarici oyuncuların rəyinə təsir edə biləcək amildir. Naxçıvan Muxtar Respublikası haqqında dövlət anlayışının istifadəsi Konstitusiyadan çıxarılmalıdır. Bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa parlamentin yaz sessiyasının bugünkü plenar iclasında deyib. O xatırladıb ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Məsələn, Naxçıvanın dövlət rəmzləri haqqında deyiriksə, burada dövlət sözü artıqdır. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidirsə, buna da diqqət etməliyik. Naxçıvan haqda dövlət tanıtımı Konstitusiyada qeyd edilməməlidir. Amerika Birləşmiş Ştatları İrana qarşı müharibəyə hazırlıqları artırır. Qətərin Əl-Üdeyd aviabazasında yerləşdirilən 12 ədəd Amerika Birləşmiş Ştatları F-15Y qırıcısı və 1 ədəd Rafale təyyarəsi Çin peyki tərəfindən görüntülənib. Wall Street jurnalının məlumatına görə Amerika Birləşmiş Ştatları İranın mümkün cavab zərbəsinə qarşı hava hücumundan müdafiə sistemlərini gücləndirir. Nəşr yazır ki, Pentagon Amerika qoşunlarının yerləşdirildiyi bazalara əlavə THAAD raketdən müdafiə sistemi, eləcə də bir neçə Patriot hava hücumundan müdafiə sistemi yerləşdirmək üzərində işləyir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə İranla razılaşma əldə olunacağına ümid etdiyini bildirib. Trump, Amerika Birləşmiş Ştatları donanmasının İran sahillərinə yaxın yerləşdiyini qeyd edib. Global Infoaza danışan politoloq Fərhad Məmmədov deyib ki, Amerika Birləşmiş Ştatları özünü İranla müharibəyə tam hazır vəziyyətə gətirib. Bu da İrana verilən ultimatumun bir tərkib hissəsidir. Washington bununla ciddi olduğunu göstərmək istəyir. Həm də Amerika Birləşmiş Ştatları bu məsələyə görə artıq kifayət qədər çox resurs xərcləyib. Yəni, geri addım atacağını düşünmürəm. İran da hazırlaşır. Paralel olaraqsa prosesi uzatmaq niyyətindədir. Lakin bunun effektiv olacağı müəmmalıdır. Zərbələrdən sonra vəziyyətin hansı xətt üzrə inkişaf edəcəyi hesablanır. Yaxın günlərdə diplomatik səylərin fəal dalğasını müşahidə edəcəyik. Düşünürəm ki, İran rejimi bunu ancaq vaxt udmaq üçün edir. Lakin mövcud gərginlik Amerika Birləşmiş Ştatlarının hücumu ilə nəticələnəcək. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Heydər Əliyev prospektində baş vermiş ağır qəzanın görüntülərini yayıb. Axar TV xəbər verir ki, görüntülərdən yük avtomobilinin qaydaları pozmasının ağır nəticələrə səbəb olduğu məlum olur. Sürət, hərəkətə başlama və manevr etmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaqsa ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidir ki, yol hərəkəti haqqında qanunun 42-ci maddəsi
vasitəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir. Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almalarını tövsiyə edir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq, deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində vurğulanıb. Bir vaxtlar Xəzərin suları ilə örtülən Astara sahillərində bugün tam fərqli mənzərə yaranıb. Axar TV teleqrafa istinadla xəbər verir ki, dənizin geri çəkilməsi sahil boyu ərazilərin coğrafiyasını dəyişməklə yanaşı, burada yeni flora sistemləri və ekosistem formalaşdırıb. Quruyan sahillərdə müxtəlif bitki növləri əmələ gəlib. Son bir neçə ildə burada onlarla bitki növü yetişib və bu proses təbii bərpa və ekoloji ardıcıllığın sürətini göstərir. Bitki örtüyünün sıxlaşması ərazini köçəri quşlar üçün cəlbedici edib. Onlar qışlamaq və qidalanmaq üçün bu yeni formalaşmış sahilləri seçirlər. Mütəxəssislər hesab edirlər ki, əgər Xəzərin geri çəkilməsi davam edərsə, yaxın gələcəkdə Astara sahilləri köçəri quşların kütləvi miqrasiya məkanına çevrilə bilər. Qlobal iqtisadi qeyri-sabitliyə baxmayaraq 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb. Artım əsasən qeyri-neft qaz sektoru hesabına təmin olunub. Bu sektorda əlavə dəyər 2,7% artsa da, neft-qaz sektorunda 1,6% azalma qeyd olunub. Axar TV teleqrafa istinadla xəbər verir ki, bu barədə Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə sənayenin qeyri-neft qaz sektorunda artım 5,5%-ə çatıb və bu, iqtisadiyyatın dayanıqlılığını göstərir. Deputat bildirib ki, aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsini sürətləndirib. Proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft qaz sektoru büdcə gəlirlərinin 57%-ni, ÜDM-in isə 68%-ni formalaşdıracaq. Vüqar Bayramov qeyd edib ki, ötən il həyata keçirilən 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə edib. 2025-ci il üçün sosial artımlara əlavə 1,4 milyard manat ayrılıb. 2020-ci ildən bəri sosial paketlərə ümumilikdə 7,6 milyard manat yönəldilib. Orta aylıq əmək haqqı 2024-cü ildə 8,1%, 2025-ci ilin ilk 11 ayında isə 9,3% artıb. İlkin proqnoza görə 2026-cı ilin yekununda maaş artımı 9,2% təşkil edəcək. Deputat yaxın günlərdə bütün növ pensiyaların 9,2% indeksləşdirilərək artırılacağını da açıqlayıb. Artım 1,1 milyondan çox vətəndaşa şamil olunacaq və yanvar ayından hesablanacaq. Proqnoza görə 2026-cı ildə orta aylıq pensiya 590 manata, yaşa görə orta aylıq pensiya isə 629 manata çatacaq. Qeyd edilib ki, 2026-cı ilin dövlət büdcəsindən sosial sahəyə 17,1 milyard manat ayrılması nəzərdə tutulur və bu istiqamət əsas prioritet olaraq qalacaq.